Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Mövzuya keçməzdən öncə kanalımıza abunə olub bəyənməyi xahiş edirəm. Keçmiş Qurban Bayramınız və Cümhuriyyət Bayramınız mübarək. Qurban Bayramı günü dünyadan köçənlərimizi yad etmək üçün Ordubadlılara məxsus Mehdiyabad məzarlığına getmək istədim. Təəssüf ki, gedə bilmədim. Dedilər ki, hələ birinci yağışdan o qəbirstanlığı su basıb. Dedim, eybi yox, uzunboğaz çəkmə və ya sapoq giyərəm. Dedilər, yenə xeyri yoxdur, qəbristanlıq su altında qalıb. Gərək dalğızlara məxsus geyim geyib suyun altına girəsən, amma hər yerdə lillidir, necə tapacaqsan qəbri? Həm də nəinki məzarlıq, ora yaxın evlərin hamısı suyun altındadır. Aidiyyatı qurumlara üz tutmuşuq, hələlik heç nə edə bilmirlər. Deyirlər ki, yağış normadan artıq yağıb. Mən də deyirəm ki, bəs bu yağış normadan artıq niyə ancaq Bakıya yağır? Niyə başqa ölkələrə yağmır? İndi dirilər heç bitər, çəkmə ilə, sapoqla ötüşərik. Bəs bu yağışın ölülərə də mi rəhmi gəlmir? Yox, məsələ başqadır. Aidiyyatı qurumların illər öncədən göstərdikləri səriştəsizlik, etinasızlıq bu gün öz fəsadlarını göstərir. Artıq su çəkilsə belə, qəbir başdaşlarının hara üzdüyünü, başdaşın başqa yerdə, sinə daşının başqa yerdə qalacağını, qısacası ölümüzün qəbrinin hardan tapa biləcəyimizi dəqiqləşdirmək məncə mümkün olmayacaq. Belə çıxır ki, bundan sonra İraq, Allah gecindən versin. Bir yaxınımız rəhmətə gedəndə bu qurumlara etibar etməyək. Ya Hindistanlılar kimi ölümüzü yandırıb külünü suya ataq, ya da ən yaxşı halda rəhmətə gedəni aparıb meydini Xəzər dənizinə atmalıyıq ki, heç olmasa bilək ki, ölümüz Xəzər dənizindədir. Bulvara gedib həm istirahət edərik, həm də Xəzər dənizindəki rəhmətliyimizi ziyarət edərik. Hərbi xidmətdə olarkən Cağazir adlı bir yüksəkliyi qoruyurduq. Birinci Qarabağ müharibəsi idi. Cəbi adlı bir komandirimiz var idi. Cəbi komandir qoruduğumuz kəndin qonşu kəndinin sakini idi. Komandirimiz qonşularında bir qız sevirdi. Hərbiçiyə xas olmasa da bizim Cəbi komandirin sevgisi dəlicəsinə sevgi idi. Həftə sonları hava qaralmağa başlayarkən Cəbi komandir kəndlərinə gedər və sevdiyi qızla söhbət edib qayıdardı. Nə zaman ki, Cəbi komandir hissli gələr, bölük, qalx, düzlən əmri verərdi, gecə saat 2-yə qədər bizə təpik döydürüb təlim keçərdi, onda bilərdik ki, sevdiyi qızla Cəbi komandirin sözləri çəp gəlib, davalaşıblar. Bəzən də üzücülər halda qayıdardı bölüyə, əskərlərə öz cibindən siqaret paylayardı. Onda bilərdik ki, bu sevgi xata bəlasız ötüşüb və hamı o qızın ölənlərinə rəhmət, qalanlarına can sağlığı diləyərdi. Başımızdan odalov yağdığı dövrdə 60 nəfərlik bölüyümüzün şəxsi heyətinin ən böyük ümidi komandirimizin sevdiyi qızın insafına qalmışdı. Bir gün Cəbi komandir yenə kəndlərinə getdi və axşam gözləri qızarmış, əsəbi halda geri döndü. Öz otağının qapısını təpiklə vurub, üzü üstə çarpayıya düşüb balıncı qucaqladı. Hamının canına vəlvələ düşdü ki, görəsən nə olub, nə baş verib yenə bu qızla. Heç kəsin gözünə artıq yuxu getmirdi. Komandirimizin həmkəndlisi Məzahir, Başılovlu içəri girib bildirdi ki, Cəbi komandirin sevdiyi qız könüllü surətdə başqa oğlana qoşulub Bakıya qaçıblar. Evimiz yıxıldı. Bu dəfəki təlimin səhərə qədər davam edəcəyini artıq hamı yəqin eləmişdi. Gecə yarı Cəbi komandir hisslə ayağa qalxdı. Bölük, qalx, cərciyə düzlən əmrini verdi. Hamı sıraya düzüldü. Sırada 60 nəfərdən ibarət bölüyümüzün əskərlərindən cəmi 32 nəfər qalmışdı. O vaxt indiki kimi ordu quruculuğu zat yox idi. Elə kim küsərdi evinə qaçıb gedərdi.
Cəbi komandir qəzəblə manqa komandiri Məzahirdən soruşdu. Məzahir, bu qalan 28 əskər hardadır? Yazıq Məzahir qorxa-qorxa, dili topuq vura-vura söz tapa bilməyib dedi. Komandir, yəqin ki sizin bu təliminizin qorxusundan o qalan 28 nəfər əskərin hamısı elə o qızgilə qoşulub Bakıya qaçıblar. Qısacası, o zaman bölük heyətinin ümidi Cəbi komandirin sevgilisinin insafına qalmışdısa, bundan sonra da belə çıxır ki, Azərbaycan cəmiyyətinin ümidi Yağışın insafına qalır. Mənim fikrimcə, İslamofobiyanın yaranmasında təkcə ateistləri qınamaq doğru deyil. Onun yaranmasında ən böyük günah İslam dininin bəzi təbliğatçılarıdır. İslam dini tək ibadət dili deyil. İslam dini həm mərhəmət, həm ədalət, həm insanlıq dinidir. Dünyada milyonlarla insanın qəlbində yer alan bu din, insanları həm mənəvi, həm də əxlaqi cəhətdən kamilləşdirməyə çağırır. İslamın ən böyük gözəlliklərindən biri də insanlara qarşı mərhəməti ön plana çıxarmasıdır. Dinimiz deyir ki, bir insanı sevindirmək, ona kömək etmək ən böyük savabdır. Yetimə sahib çıxmaq, kasıba əl tutmaq, qonşuya hörmət etmək, bunlar İslamın əsas dəyərləridir. İslam dini elmə də böyük önəm verir. Quran-ı Kərimin ilk əmri oxu kəlməsi olur. Bu göstərir ki, savad, biliş, düşüncə insanın inkişafı üçün vacibdir. Tarixdə bir çox alimlər, həkimlər və filosoflar İslam mədəniyyətinin yetişdirmələridir. İslam ailəyə və valideynə də hörmət etməyi yüksək dəyərləndirir. Ana haqqı, ata hörməti, ailə birliyi dinimizin əsas faktorlarından, sütunlarından biridir. Güclü ailə modeli isə güclü cəmiyyət deməkdir. Bu din insanlara kin yox, bağışlamağı öyrədir. Qəzəb yox, səbirli olmağı tövsiyə edir. İnsanları millətinə, var-dövlətinə görə deyil, əxlaqına və yaxşı əməlinə görə qiymətləndirir. Təəssüf ki, bəzi insanlar dinin altından sui-istifadə edib yanlış davranışlar göstərirlər. Bu da İslamofobiyanın yaranmasına səbəbdir. İslamın əsl mahiyyəti sevgi, dediyim kimi, sülh və gözəl əxlaqdır. İslam dininin gözəlliyi, dediyim kimi, onun insan qəlbinin saflaşmasında, insanları yaxşılığa çağırmasında və cəmiyyətə mənəvi dəyərlər aşılamasındadır. Bugün bir çox insanları da eləməz belə bir sual düşündürür. Problem İslam dinindədir, yoxsa onu təmsil edənlərdə? Son zamanlarda ateistlərin fəallığı nədən qaynaqlanır? Dinə qarşı antipatiyanın yaranmasına səbəb nədir? Öz subyektiv fikirlərimlə səbəblərini izah edəcəm. Birinci səbəb, davranış və söz arasında ziddiyyət. İnsanların din təbliğatçılarının söylədikləri ilə etdikləri əməllərin uyğun olmadığını görəndə dinə qarşı inamları sarsılır. İkinci səbəb, radikal və sərt yanaşma. Din mərhəmət və anlayış üzərində qurulduğu üçün bəzən aqressiv çıxışlar, hərəkətlər, o zəncir döymələr, kimisə təhqir etmək insanları dindən uzaqlaşdırır. Azad fikirli insanların kafir adlandırılaraq edam olunmaları, bir qadını qara güruhçuluqla böhtan atıb daşqalaq edilməsi, cihad adı altında günahsızların qətlə yetirilməsi və s. bunlara misaldır. Üçüncü səbəb, maddi maraqların ön plana keçməsidir. Din üzərindən qazanc əldə etməyə çalışanlar cəmiyyətdə mənfi rəy formalaşdırırlar. Bəzən nəzir qutularının mənimsənilmə söhbətləri ortaya girir. Bəzi mollaların yas məclislərində maddiyyatı aşağı olanların pul azlığından yaşlarına imtina etmələri səbəbləri olur və s. Dördüncü səbəb isə yanlış və ya savadsız bilişlərlə çıxış etmək.
Yəni savadsız din təbliğatçılarının özlərini ortaya atması. Savad olmadan, dərinlik olmadan edilən izahlar gənclərdə dinə qarşı sual yaradır. Bu səbəblər nəticəsində də insanlar dini yanlış tanıyır. Gənclər dindən uzaqlaşır və ya ümumiyyətlə maraq göstərmir. Cəmiyyətdə dini dəyərlərə qarşı etimad azalır. Ən təhlükəlisi isə dinlə bağlı yanlış stereotiplər formalaşır. Bütün bunların həlli yolları məncə bir çox adam bilir. Birinci növbədə məncə düzgün olmaq, sözlə əməl uyğun olmalıdır. İkinci, maarifləndirmə və düzgün təhsil, dini biliklər səthi yox, savadlı, əsaslı şəkildə insanlara çatdırılmalıdır. Üçüncü səbəb, şəffaflıq və səmimiyyət. İnsanları süni yox, real yanaşmaya cəlb etmək lazımdır din təbliğatçıları. Dördüncü, gənclərə düzgün ünsiyyət, onları qınamaq yox, anlamaq və anlatmaq lazımdır. Beşinci də mənə elə gəlir ki, dinin əsas dəyərlərini ön plana çəkmək lazımdır. Ədalət, mərhəmət və dürüstlük. Beləliklə, din özü problem deyil, problem onu necə təqdim edənlərdədir. Əgər biz düzgün nümunə olsaq, din insanları uzaqlaşdırmaz, əksinə birləşdirər. Çünki dediyim kimi, din mərhəmət, ədalət və dürüstlük deməkdir. Bunu göstərmək lazımdır. Deməli, insanları dindən uzaqlaşdıran İslam dininin özü deyil, onu yanlış təqdim edən savadsız təbliğatçılardır. İslamı yanlış təbliğ edənlərin, öz şəxsi mənfəətləri üçün sui istifadə edənlərin ucbatından İslam birliyi bu gün dünyada yox kimidir. İslam dövlətləri bir-birlərinə yardım dəstək əvəzinə bir-birlərinin torpaqlarına göz dikirlər. Cihad adı altında öz dindaşlarını öldürürlər. Ona görə də ilan qurbağa əti yeyən Çin dövləti bu gün dünya iqtisadiyyatını əlinə alıb. Ona görə də üzr istəyirəm, qoltuğunun altını təmizləməyə ərinən Yapon dünya texnologiyasını əlinə alıb idarə edir. Ona görə də yenə üzr istəyirəm, sifətinin rəngi donuzdan seçilməyən Amerikan dünyanın süper gücüdür. Bizimkilər isə şiyə-sünni məsələsini ortaya atıb ancaq bir-birimizlə ədavət, bir-birimizi qırmaqla, söz güləşdirməklə əlimizdən hələ ki təəssüf ki, heç nə gəlmir. İslam dini baş kəsmək, qan tökmək, hədələmək dini deyil. İslam dini paçlıqdır. İslam dini saflıqdır. İslam dini elmdir. Allah hamının dinini saf, imanını kamil etsin. Kaş hər bir vətəndaşımız müğənnilərin Şiştəpə toylarını sevdiyi qədər Azərbaycanı sevə biləydi. Bu gün müğənnilər üçün xalq artisti adı, əməkdar artist adı daha o qədər də önəmli bir status daşımır. Şiştəpə toyunda azı 30 dəqiqə olmaq həmin müğənni üçün ən böyük reklamdır. Şəmkirdə dostlarım çoxdur, gözəl insanlardır həqiqətən. Şiştəpənin özündə də olmuşam. Xeyirxah və qonaqpərvər cəmaatı var. Mənə elə gəlir ki, bu günün populyar müğənnisi özünə Wikipedia səhifəsi açsa, dediyim kimi, ora xalq artisti, əməkdar artisti adının yazılmasından çox 30 dəqiqə Şiştəpə toyunun ifaçısı yazdırsa bəsidir. Hətta mən utanmasam, hökumətə müraciət edərdim ki, onsuz da bu Bakıda sıxlıqdır. Bu Mədəniyyət Nazirliyində də nə iş görürlər bilinmir. Bəlkə bu Mədəniyyət Nazirliyinin binasını aparıb Şəmkir rayonunun Şiştəpə kəndinə köçürək. Oradakı toylara da gələ bilən, dəvət oluna bilənlər də elə fəxri adla təltif olunsun. Onsuz da müğənnilərə efir qadağası qoyulandan sonra bəzilərinin döymədiyi qapılar, ağız açmadığı məmurlar qalmayıb. İstəyirsiniz efirləri qapadın, istəyirsiniz bağlı edin, inanın Kəmalə Günəşlinin heç tükü də ürpəşməz. Niyə? Çünki bugünkü cəmiyyətin damarını mükəmməlcəsinə tuta bilib. Deyilmi necə? O bugün
ən böyük reklam və təbliğat mexanizmi olan sosial şəbəkələri bəlkə sizlərdən də, məndən də yaxşı bilir. O bilir ki, səhifəsinin reklamı, kəşfətə düşməsi rəylərin çoxluğundan asılıdır. Mənfi və müsbət rəyin heç bir dəxli yoxdur. Əsas rəylər çox olsun. Çıxdı, üzr istəyirəm, atışmamış oxudu, mənfi rəylərin çoxluğundan kəşfətə düşüb reklam oldu. O gün bir qız müğənni də onun kimi edib. Verim sənə mahnısını oxuyub. Hamı pislədi. Tənqidi paylaşımlar edib, onu gündəmə gətirdi. Əslində tənqidi paylaşımlar reklamdır. Ki o qız bilmir ki, verim sənə mahnısını cəmaət necə yozacaq. Çox gözəl bilirdi. İstəyinə də nail oldu. Çünki Azərbaycan cəmiyyətində populyarlaşma naminə anti-reklam bugün əsl reklamdan qat-qat üstündür. Hər hansı bir müğənnimiz üçün sənətin inkişafı vacib şərtdir sizcə, yoxsa məşhurluq arzusu, pul qazanma arzusu? Bizlərdə sənətin inkişafından çox pul qazanmaq, məşhurlaşmaq ön plana çıxıb. Elə bil, hər bir peşənin yazılmamış bir qanunu var, gizli bir reklamı var. Hamı da məcbur olur ki, bu yazılmış qanunların timsalında rola girsin. Sanki bu dırnaq arası qaydalar olmasa irəli getmək mümkün deyil. İndi qulaq asın deyil. Təbii ki, mənim sadaladığım fikirlər sənət və peşə adamların hamısına yox, bəzilərinə, peşəkarlara aid deyil. Sanki müğənni xanım olmaq istəyən mütləq silikonlaşmış bədən quruluşuna malik olmalıdır. Hərci sponsor olmalıdır. Prodüser olmaq üçün ya cinsi azlıq nümayəndəsi, ya da səsi qız kimi incə büzülərək, əl-qol hərəkətləri edib qız səsi ilə danışmaq lazımdır. Gözəllik salonunda işləyirsənsə, hamıya aid deyil, peşəkarlara aid deyil. Ya ərindən boşanmalısan, ya da müştərilərin gəlib əşi pul qazanırsan da ərin eləyirsən deyib, azad həyat yaxşıdır. Boşaltdıracaqlar, beynini dolduracaqlar. Həkimsənsə yazın, pozun, ilan qurbağı olmalıdır. Müəllimsənsə uşaq hazırlaşdırmasan, savadsız deyəcəklər. Taksi sürücüsüsənsə, bir çoxlarının maşınında ya Dağlar oğlu, Dağlar mahnısı olmalıdır, ya da Baləlinin Çitraxuda mahnısı, meyxanası mütləq səslənməlidir. Musiqi yeniyetmə nəslin psixologiyasına çünki çox təsir edir. Siz fikir verirsinizmi? Yeniyetmələr bu dəqiqə meyxana ruhunda böyüyürlər. Çünki ona qulaq asırlar. Məsələn, ötən illərdə bir mahnı çıxmışdı. Öyrədərəm sevgi nədir, yanıma gəlsən 6 bazar. Belə bir mahnı buraxmışdılar. 6 bazar nə günüdür? İstirahət günü. Bir kişi həftədə 5 gün işləyib, evinə gəlib. 6 bazar nə düşünər? Bəzilərinə aiddir. Nə yada düşər? 6 bazar istirahətdir. Bəzi kişilər kimin yanına gedəcək? Məşuqəsinin yanına, otelə gedəcək. Və ya bir mahnı çıxartmışdılar. Mən sənə qurban rəisim. Bir katibənin rəisi olur. Yeniyetmə gənc qızın təfəkkürünə indidən rəisə hörmət, rəisə qurban olmaq prinsipi yerləşdirirlər. Burada intim xarakterli mahnılar nəyə lazımdır ki? Nə var, kimsə trendə düşəcək? Musiqi zövqü birbaşa təfəkkürlə bağlıdır. Məsələn, taksidə gedəndə Çitraxuda meyxanasına qulaq asan sürücünün ən azı 5-6 radar borcu olduğu o saat bilinir. Və ya bir taksi sürücüsünün Sami Yusifin Nəsimi kompozisiyasına qulaq asdığında bilirsən ki, bu adam ziyalıdır. Ya iş tapa bilmir, ya da əlavə iş üçün taksili edir. Yəni, ziyalı mahnısıdır. Bu ziyalı məcburiyyətdən işləyir. Dinlənən musiqi birbaşa təfəkkürün qavrama məhsuludur. Sənət başqadır, məşğuliyyət başqa. Bir musiqi məktəbini bitirib sənət almaq, sənət deyil. İfaçılıq sənəti üçün ifa tərzi, bənzərsiz səs tembri və istedad əsas şərtdir. Eyni zamanda da təhsilə də üz tutmaq olar. Məsələn, Zeynəb xanlarova, Rəşid Behbudov, Flora xanım
Mən maşında gedəndə, radioda onlar oxuyan kimi bilirəm ki, onlardır. Çünki özlərinə məxsus ifaları var, bənzərsizdirlər. Təəssüf ki, indiki müğənnilərin çoxunun səsi bir-birinə oxşuyur. Özləri də bir-birinə oxşuyur. Dodaqları da, sifətləri də seçmək olmur. Tanınmışla məşhurun fərqi bilirsinizmi nədir? Tanınmış adam özünü məşhur hiss edir, amma məşhur olmur. Məşhur isə özünü nəinki məşhur hiss edir, heç tanınmış da hesab etmir. Tanınmışın əhatə dairəsi kütlədir, məşhurun əhatə dairəsi isə cəmiyyət. Məşhurun hərəkətləri sadə, tanınmışda saxta olur. Məşhurluğun əsas xüsusiyyəti təvazökarlıq, tanınmışda isə lovğalıq olur. Bu qədər sadə və bəsit. Misal çəkim. Adını çəkmədiyim, tutaq ki, bilmədim bir müğənni xanım öz kəndlərində kütlə üçün tanınmış ola bilər. İndi onsuz dəbdir də. Kişilər işsiz qalanda taksi şoförlüyünə iş yoxdur. Bəzi qadınlar da ya sastırnaq ustalığına, ya da müğənniliyə üz tuturlar. Demirəm ha, gözəllik uzmanları da gözəl sənətdir, müğənnilik də, saç ustalığı da gözəl sənətdir. Amma peşəkarlara demirəm ha, peşəkar olmayanlara. Bayağılarladır mənim söhbətim. Çünki müğənnilik bu dəqiqə ən rahat peşədir. Getdim kəndə, qoyun keçimi satdım, bir 2000-3000 pul düzəltdim. Avtobusla Bakıya gəldim. Yolda da bu Kürdəmir restoranında bir dənə vərəq götürdüm. Cızma qara bir şeir yazdım ağlıma gələn. Yolda da zümzümə elədim, bir mahnı yazdım özümdən. Gəldim aranjmançılar Gürcü Kivi, Mahir İbrahimov dostum, Şahinə. Aranjman elətdirdim, onlara maraqlı deyil ki. Mahnı yaxşıdır, pisdir. Pullunu alıb aranjman elə. Sonra da bir 10 manat kartına pul göndərsən, Qənirə Şəmmət qızın, nə bilim, verilişinə çıxırsan, bir meyxanası ilə də duet oxudun, oldun tanınmış. Futbol dünyasının iki məşhur rəqibi var. Cristiano Ronaldo və Lionel Messi. Ronaldo öz xatirəsində görün nə yazır. Yazır ki, evdə oğlumla futbol oynuyordum. Özümüzə ən çox sevdiyimiz futbolçu adı seçib maykamıza yapışdırdıq. Oğlum maykasına Ronaldo'nu yapışdırdı. Mən isə maykama Messi adını yapışdırdım. Bax, budur məşhurluq. Məşhurluq arzusu hamının haqqıdır. Bu haqqı heç kəsdən, heç bir kəs ala bilməz. Amma məşhurluq bu xalqa faydalı olmaq. Hər hansı bir sahədə xidmət göstərib məşhurlaşmaq xoşbəxtçilikdir. Bəziləri də var ki, soyunub, əzilib, tökülüb, silikonlaşıb, əncir yarpağına bənzər bir mini ətəşlə populyarlaşmaq arzusunda olanlarsa inciməsinlər. Sizin məşhurluğunuz səni aləm tanıyır, məşhur adam 3 nöqtə ziba kəlməsindən o tərəfə keçməyəcək. Hər kəsə öz arzusuna çatmaq diləyi arzulayıram. Bu həftəlik sizlərdən ayrılıram. Gələn həftə görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın. Kanalımızı izləmədə qalın, abunə olun və bəyənin. Ən əsası da nə olursunuzsa olun, özünüz olun. Hələlik.